Deyəcəm ki, oradan baxa bilərsiniz. Yəni Gəlin başlayaq. sinifdən başlayaq. Mövzuya bax. 16-nın birinciyə baxmırıq. Yəqin ki, bir yerdə səhviniz yoxdur. 2-dən başlayaq. Tapa bilmirəm heç. Nərmin xanım, siz oxuya bilərsinizmi? Nəyə fikir verməliyik? Amma sürətlə Bəli. oxuyaq ki, biz öyrəşək ki, Mhm. listeningi 15 dəqiqəyə Um, bir də bitirək. Mhm. Dartfield House used to be artıq nəyisə etmədiyini göstərir, yəni. A- Uh, Aha, Tourist yes. Information Əvvəl edib indi Center, etmir. private home, bəli. Ya da local council building. Orada danışacaq. Private home-da məsələn hansı sözlə əvəz eləyə bilər? Şəxsi evi ya adamın adını verərlər ki, daha doğrusu Bəli, hə. ailənin adı ki, filan kəslərin evi. Uşaq biz bilir ki, kimdir. Mhm. Və ya da local people, local person deyə bilərlər ki, yerli bir insan. Yes, local council və ya da ki, truth information. Yəni əvvəllər nə olub? Bizə o lazımdır, düzdür? İndi yox, əvvəllər nə olub? Dartfield House məktəbi, nə kimi istifadə olunub? Okay, ikinci. İkincidə deyir, nə planlaşdırılırdı? What plant lower school aşağı siniflər üçün düzdür? Daha aşağı leveldakı siniflərdən danışılır da yəqin. Bütün Regard. bina Aha. bütün binalar main site will be improved. Bütün binalar improve, yəni inkişaf olunacaq. Aha, burada lower school əslində aşağı bilirsiniz nə, yəni daha aşağı təmirli, daha aşağı levellı məktəblər nəzərdə tutur. İnkişaf eləmiş deyil də, yəni aşağı leveldakı məktəblər. Onlar üçün nə planlaşdırılıb? Bizə o lazımdır. Ya oradakı bütün tikililər təmir olunacaq. Improve burada təmir kimi götürmüşük də, inkişaf təmir. Və yaxud da ki, yeni evlər üçün istifadə olunacaq. Yəni o məktəblərin əvəzinə yeni ev tikəcəklər və yaxud da ki, əlavə məktəb binaları Binaları. yaradılacaq orada, construct tikiləcək. Sonra catering soruşur. Catering has been changed because of nə səbəbdən dəyişdirildi? Yəni o sözü oxuya bilmirəm. Sıra deməkdir. Ya, ya, sıra, yes, Çoxlu sıra olduğu üçün deyəsən cavab o idi, səhv eləmirəmsə düz yazmışdım onu. Change to the school timetable, hə. timetable, yes. Vaxt cədvəli, bir də ki dissatisfaction, yəni menyulardan narazılıq. Menyuların Yes. narazılığına görə mi dəyişilib? Onlar deyiləcək. Parents are asked to xahiş eləyir ki, nəyi xahiş eləyir valideynlər? Uşaqlarına No. Valideynlər xahiş eləyir, yoxsa valideynlərdən xahiş olunur? Bizə elə çaşdıran hissələr bunlardır. Arask deyirik, olunur. məchul növdür. Məchul növsə kimsə onlardan xahiş eləyir. Bəli, xahiş eləyir. Aha, valideynlərdən xahiş olunur ki, Olunur, bəli, olunur ki, Ben de aslında başa düşmüştüm bu arada. onlara fikir Hep verin, elə yazmışam, evet. çatdırıcı hissələr. Aha. kömək eləyir elə bir dostlar. Dostlar nə idi? Yəni uşaqlara Şagirdlərə, kömək eləmək, uşaqlara aha, uşaqlara qərar verməkdə kömək kömək eləmək. eləyir. Amma əvvəlcədən qərar verməkdə in advance belə bir söz var idi. Aha. Hansı ki, o servisdə hansı seçsinlər deyə, hansı Bəli, servis istifadə istifadə eləməkləri üçün hansı edir. nöqtəni. Make sure their children enough money for food. Yəni kifayət qədər pul, Pulları kifayət olduğundan qədər əmin pul olmalıdırlar. əmin olmalıdırlar. Yəni o xahiş olunur ya da ki advise their children uşaqlarına healthy food, yəni sağlam qidaların tükətilməsi, yeyilməsi üçün Məsləhət məsləhət edir. görünür. Bəli. Burada ya ola bilər ki, desinlər ki, evdə danışın uşaqlarla sağlıqlı qidalara üstünlük versin, ya pulunu əksik verməyin, tam verin və yaxud da ki, kömək eləyin ki, evdə məsləhət verin ki, hansı qida, hansı servisi seçməlidir daha doğrusu. Okay, Yes. 15-ci. Speaker existing kantin, yəni hal-hazırda olan kantin haqqında nə danışır? Food will still be served there. Deyir, ərzaqlar orada. Serve, yəni belə necə deyim? Servis olunacaq, yes? Servis olunmaq, bəli. Only staff will have access to it. Yalnızca işçilər ulaşa bilər ona, Bir, əlçatan olar aha. işçilər üçün ya da pupils can take their food into it. Pupils da deyir şagirdlər ərzaqları götürə bilərlər içindən. Nəyin içindən? Into it. No, Onun no, üçün. yəni ora gətirə bilərlər də o mənada. Can take. Götürə bilərlər.
Yox, götürə bilərlər, amma intuitdə var axı, yəni götürüb ora gələcəklər. O mənada Hə, demək istəyir ki, kantin demək, kantindən danışır da, yəni hal-hazırda olan yes. kantindən götürə biləcəklər. Yes, götürə biləcəklər. Ya orada yeməklər hələ də servis olunacaq. Ya Hı sadəcə -hı. işçilər gedər və yaxud da ki, oradakı şagirdlər gəlib oradan götürə bilərlər yeməyi. Götürüb orada yəni otura bilərlər. O mənada götürürük biz onu. Yes. Okay. Biz sualları başa düşmüşüksə, indi bizə sadəcə qalır əsas sualı başa düşməkdir. Nə istənilir, onu anlayırıq və indi bu hissədən qulaq asıb baxacağıq. İndi mənə deyin görüm harda səhviniz olub? Elə bu 11-də səhvim var. 11 sonra. 12 12-də də var, amma 13 düzdür. Aha. Bir dənə baxım 14 düzdürmü? 14 səhvdir. Aha. 15 düz. 15 düzdür. Bəs Elbir xanım sizdə? Məndə deyəsən 13-14 idi. Bu parti çəkməmişəm, part 3-dən 4 çəkmişəm. Nəcəbsən dur. 13 14 tamam. Buna fikir verin ha Məhçunov. Aha, 13-ü bu arada bildim, başa düşmüşdüm. Amma 14 yadımda deyil. Gəlin qulaq asaq da. I'd like to bring you up to date with changes in the school that will affect your children. As you know, the school buildings date from various times, some from the 1970s, some from the last 5 years. And of course, Dartfield House is over a century old. It was commissioned by a businessman, Neville Richards, and intended as his family home. But he died before it was completed. Deməli, nə istəyiblər? Family home yaratsınlar, Yes, amma he was yarada bilmədilər. died before completed deyir. O Tamam, complete olmamışdan əvvəl ölüb də, yəni. Yes. B ola bilərmi onda? No. No, B-ni çıxdıq. His heir chose to sell it to the local council, who turned it into offices. A later plan to convert it into a tourist information centre didn't come about. Okay. Nə oldu? Local council-a verildi və onlar da Tourism Information Center-ə çevirmək istəyirdilər. Amma deyəsən olmadı. Var elədi, yes. Later plan to convert it into a tourist information centre didn't come about through lack of money. And in Aha, didn't come about through lack of money. Az pul çatışmazlığına görə bu gerçəkləşə bilmədi. Cavab nə oldu? Local council building. Yes. Siz nə yazmışdınız Nərmin xanım? Dediniz 11-12 səhv idi. Mən B yazmışdım. Private home. Bəli, Amma anlamadım. ölmək sözünü eşitmədiniz orada. Baxın, bir Onu dəqiqə. eşitdim, amma o private home-a aiddir, onu düşünməmişdim. Family home, yəni bir ailənin evi, yəni şəxsi ev. Hı. Onlar uyğunlaşma elə götürürlər. Bir də qulaq asaq. good morning, and thank you for coming here today. I'd like to bring you up to date with changes in the school that will affect your children. As you know, the school buildings date from various times, some from the 1970s, some from the last 5 years. And of course, Dartfield House is over a century old. It was commissioned by a businessman, Neville Richards, and intended as his family home. But he Deməli, bu biznesmen tərəfindən alınıb. Niyyəti nə idi? Family home, yəni private home eləsin onu, şəxsi ailə ev eləsin. Amma eləyə bilmir, ölür çünki. died before it was completed. Tamamlamamış. His heir chose to sell it to the local council, who turned it into offices. A later plan to convert it into a tourist information centre didn't come about through lack of money. And instead, it formed the nucleus of this school when it opened 40 years ago. 40 il əvvəlki məktəbə çevrilir. Başa düşdük mü? Didn't come about deyilir. Burada used to be ilə əlaqəsi nədir ki onun? Yəni gerçəklər, used to be sadəcə demək istəyir ki, əvvəllər nə olub bu Dartfield House School? Əvvəllər nə oldu? Sadəcə local council building oldu. Private home eləmək istədilər, öldü deyə biznesmen eləyə bilmədilər. Tourist Information Center eləmək istədilər, pulları çatmadı deyə eləyə bilmədilər. Hələ local councilda qaldı. Dəyişmədi də yəni. Used to be nədir? Əvvəl olub, indi deyil. Bizə də əvvəlki versiyası lazımdır. O da local council buildingdir. Bu suallar həmişə part 2-də, birinci suallar fikir versiyası ya original sözü ilə başlayır. Bizdən onun, yəni ilk versiyasını istəyirlər. Və yaxud da used to be görə bilər. İki cür olur onsuz bu suallar. Original deyəndə yəni ilkin versiyası lazımdır bizə. Və yaxud da ki used to be də eyni mənanı götürürük. Başa düşdüm. Təkrardır. Fikir verirsinizsə suallar hamısı bir-birini təkrardır.
Yəni bunu Bəli. üçüncü işləyəndə eyni tip olacaq. Hər tipi mənimsədikcə avtomatik hazır olacaq ki, nəyi necə yazmaq lazımdır. Okay, 2-yə keçək görək ki, nə planlayıblar bu Lower School üçün. The school has grown as the local population has increased, and I can now give you some news about the lower school site, which is separated from the main site by a road. Planning Əsas yoldan nə ilə ayrılıb? Road yol Ayrılıb, yes. Əsas hissədən daha doğrusu. has been granted for development of both sites. The lower school will move to new buildings that will be constructed on the main site. Burada main site'dır. Amma burada nədir? Additional school buildings will be constructed on the lower school site. Lower dedi yoxsa main? Mainlər. C-ni atarıq. C getdi. Bir də qoyacağım o hissəyə diqqətlə qulaq asaq. Planning permission has been granted for development of both sites. The lower school will move to new buildings that will be constructed on the main site. Developers will construct houses on the existing lower school site. Bəs developing harda baş verəcək? All buildings yoxsa existing house? Existing house. Yes, house, yes. Work on the new school buildings should start within the next few months. Həm də burada existing house deyirsə, house, home eyni daxı. Bax, bir də qoyacağım ora. The lower school will move to new buildings that will be constructed on the main site. Aha, bunu bildik. Developers will construct houses on the existing lower school site. Work on the new school buildings should start within the next few months. A more imminent change concerns the catering facilities and the canteen. Okay, C-ni atdıq. All buildings demədiyinə görə B qalır cavab. Amma B-ni house eşitdim. Düşündüm house-la bəlkə home, yəni bunlar onsuz da eynidirlər. Amma tam o cavabı eşidə bilmədim. Eşitdinizmi? Hayır. Yazmışdınız siz bunu. Mən B yazmışdım. Amma tam cavabı eşitdiniz. Çünki A-la C-ni atsam B qalır onsuz da. Başqa bir şey yaza bilmərik. Amma ki tam cavabı bir də qoyaq. Both sites. The lower school will move to new buildings that will be constructed on the main site. Developers will construct houses on the existing lower school site. Work on the new school buildings should Yəqin developing house yeni evlər kimi düzəldilmiş, yenidən təmir olunmuş evlər niyə house kimi götürmüşük? Ki onlar harda istifadə yerləşəcək? School site. Yes, developing orada götürmüşük. Bir də baxın. start within the next few months. A more Yes, gələcək zamanda verib özdə. Aha. Deməli, bu asan deyil. Çox belə qarışdırıcı hissədir. Bu C-ni atdıq onsuz. A-la B arasında qaldıqda deyir ki, yeni inkişaf elətdirilmiş, yəni yenidən təmir olunmuş evlər level school'da istifadə olunacaqdır. Bir növ o hissəyə köçürüləcək, will moved. A variantında isə bütün tikililər deyir ki, burada inkişaf elətdiriləcək, təmir olunacaq. Bütün tikililər yox, sadəcə evlər. Sırf evlərdən danışdı. Ona görə biz B-ni götürərik. Tam cavabı vermir, amma dolayı yolla verir. Siz nə yazmışdınız bura Nərmin xanım? 12 səhv idi sizdə. Bəli, bir dənə baxım deyirəm. A yazmışam. Aha. C-ni yəqin ki elə ilk dəfədən çıxmısınız. Bəli, İki bəli. səhvdir deyə. Yes. Amma indi başa düşdükmü bu niyə belə oldu? B oldu. Bəli, İlk baxanda oxşar gəlir. Səs iki variant deyirmiş kimi hiss eləyirik. bəli. Heç başa düşməmişdim onu. Yəni iki variantda deyirmiş kimi hiss eləyirik, amma orada sırf house-un adı çəkilməsi göstərir ki, buildings də təkcə evlərdən getmir söhbət. Başqa şeylər də ola bilər orada və all buildings olmaz. Sadəcə evlər. permanent change concerns the catering facilities and the canteen. The canteen is always very busy throughout the lunch period. In fact, it's often full to capacity because a lot of our pupils like the food that's on offer there. But there's only one serving point, so most pupils have to wait a considerable time to be served. Onlar gözləyirlər.
Çox vaxt gözləyirlər. Özdə konsul. servisdə, yes, çox gözləyirlər. Yəqin long waiting times, amma bir də axıra qulasa. Obviously unsatisfactory, as they may have hardly finished their lunch before afternoon lessons start. So, we've had a new food hall built, and this will come into use next week. Okay, dissatisfaction menyu ilə əlaqədardır, yoxsa növbədə gözləməkləri ilə? Növbə ilə. Queue. Növbədə gözləyək. Aha. Məktəb tədbirlərinin dəyişməsi haqqında bir məlumat varmı? Orada bir dənə deyəcəyim məncə bundan sonra. Mən ona əsasən əslində birinci ay yazmışım, sonra götürdüm B elədim. Bir də qulaq Bir asın. dənə nəsə It will deyim. Axı uje yeni hissəyə keçir. Oradan. Onda So, we've had a new food hall built, and this will come into use next week. It'll have several serving areas, and I'll give you more details about those in a minute. But one thing we ask you to do to help in the smooth running of the food hall is to discuss with your children each Bu uje ikinci bu sualda. orada bir dənə deyirdi ki, nəsə dərslərlə uyğunlaşdırmaq falan. Elə bir də vaxt uyğun gəlmir, ona görə çevirib B eləmişəm. Yəqin bəlkə də onu 14-də deyəcək. Mən nə bilmişəm, onun üçün cavabı da yazmış. Çünki 14-də səhv yazmışam. Gördünüz danışırlar və danışıb sonra biraz 1-2 saniyə fasilə var. Deməli o bir suala keçirik. O bizə göstərir. O fasilə işarədir ki, yəni o bir suala keçirik. Heç o fasiləni verib sonradan eyni şeyi təkrarlamazlar. Part 2 və 3-də yəni. Part 2 3-də elə şey olmur. Baxın bəlkə and the canteen. The canteen is always very busy throughout the lunch period. In fact, it's often full to capacity because a lot of our pupils like the food that's on offer there. But there's only one serving point. So, pupils have to wait a considerable time to be served. This is obviously unsatisfactory, as they may have hardly finished their lunch before afternoon lessons start. So, we've had a new food hall built. bunu deyirsiniz, yəni dərs başlayana qədər bitirə bilmirlər yeməklərini. Yes, amma ki orada demədi ki, ona görə school timetable dəyişirik. Sadəcə bu problemdir, amma onu dəyişəcəklər falan bir məlumat. And this will come into use next week. No. It'll have Yox. several serving areas, and I'll give you more details about those in a minute. But one thing we ask you to do to help in the smooth We ask you to do. Biz səndən xahiş edirik etməyi. Biz kimdən xahiş edirik? Valideynlərdən. Burada da eyni sualı bizi çaşdırmaq üçün bu Tərsinə, arada çətin bir məşğul. listing imiş. Çətin listing imiş çünki çox belə incə detaya girmək lazımdır bu listingdə. Görürsüz, I asked you to do. Əvəzinə yazıblar parents are asked. Yəni valideynlərdən xahiş edirik. of the food hall is to discuss with your children each morning which type of food they want to eat that day. So Budur da yəqin. Ardına baxın. they can go straight to the relevant serving point. There won't be any junk food. Everything on offer will be healthy. And there's no change to the current system of paying for lunches by topping up your child's electronic payment card online. Okay. Qiymətlər eyni mi qalıb? Bəli, deyir, yəni Heç heç bir bir- dəyişiklik yoxdur. Aha. Bəs dedilərmi ki, junk food əvəzinə nə imiş? Healthy food var imiş. Orada deyir ki, əslində health food haqqında nəsə discussion var idi deyir bir dənə. Deyəsən. Mən ona görə C yazmışdım. You may be wondering what will happen to the old canteen. Yox, bu We'll still have tables and chairs in there. Bu suala keçir. Təzədən qoyub onu. Discuss with your children each morning Bunu deyirsiniz. which type of food they want to eat that day. So they can go Hansı növ yemək istəyirlər onu məsləhətləşin və straight to the relevant serving point. relevant serving point. Orada healthy demədi axı, birinci istəndirsinizsə, burada serving point. Biz buna eşitdik. Ardına baxın. There won't be any junk food. Everything on offer will be healthy. Onlar istəyirlər junk food, fast food istəyirlər, amma burada hər şey nədir? Sağlam qida təklif olunur burada. Hamısı sağlam qidadır. Siz C yazmısınız. Mən də C yazmışdım. Amma başa düşdünüzmü orada niyə C deyil? Bəli.
Bəli. Həm də şərti də düzənlənməmiş, deyilmi? Orada həm də baxın, əgər ki healthy və yaxud da healthy sinonimlə bir söz qoysalar, siz deyəndir, götürə bilərik. Amma sırf orada starting point deyir. Decide. Yəni bu C götürmək olmaz. Ardına baxaq. No change to the current system of paying for lunches by topping up your child's electronic payment card online. You may be wondering what will happen to the old canteen. Baxın budur. We'll still have tables and chairs in there, and pupils can eat food from the food hall or lunch they've brought from home. Eventually, Cavabınca. we may use part of the canteen for storage, but first, Bir də qulaq asaq. electronic, Qulaq asaq şey eləyə bilmədim, eşidə bilmədim. and there's no change to the current system of paying for lunches by topping up your child's electronic payment card online. You may be wondering what will happen to the old canteen. We'll still have tables and chairs in there, and pupils can eat food from the food hall or lunch they've brought from home. Eventually, we may use part of the canteen for storage, but first, we'll see how many pupils go in there at lunchtime. Yes, cavabı dedi. People can take their food into it. Götürə bilərlər, gətirə bilərlər daha doğrusu. Siz nə yazmışdınız? 15. Mən düz yazmışdım bunu. Mən də. Gəlin indi buna baxaq. Burada bu sizdə 3 dənə səhv dediniz də, Elvin 11, 12, 14. Səhv çoxdur. Başa düşdükmü? Düzdür. Listening-in mətni asandır. Daha doğrusu suallar asandır, mətni qarışdırıcıdır. Amma biz buna da hazır olmalıyıq. Çətin hazır olmalıyıq ki, orada bizim üçün daha yaxşı olsun. Aha, buna baxaq. Burada nəyə fikir verməliyik Elvin xanım? Deməli, pupils help to plan menus. Şagirdlər menyuya kömək eləyir. Only vegetarian food, sadəcə vegetariandır. Different food every week. Müxtəlif yeməklər hər həftə. Burada həftəyə hər həftə. Yes. Aha. Çünki orada deyəsən hər gün deyirdi, nəsə belə bir şey olmalı. Daily change in menu deyir ki, gündəlik dəyişir menyu. Aha. 3 dənə baxın, biraz çaşdırıcı hissə budur. 3 dənədir, amma bizə yuxarıda 4 dənə hissə verilib. Mən. Düz yazmısınız bunu? Məndə hamısı düz idi. Əla, Nərmin xanım sizdə? Məndə damısı düzdür. Super. Onda bu uyğunlaşır. Bu da düz idi. 19-20 də düzdür. Asan idi, çox asan idi o da. Okay, onda burada 19-20 məndə səhv gedib. ikisi də. Bəlkə də Bəli. yuxarıda deyəndə sırasını çatdırmamısan ona görə, amma məncə o çətin deyil. Yuxarıdakılar deyəsən çətin. Bizə lazımdır yeni dərslər. Yuxarıdakılar mənə əksinə daha asan gəlmişdi. Burada çünki swimming-in də adını çəkdi, cycling-in də Onsuz adını çəkdi. həmişə adını çəkir, amma new-nu ən axırda dedi, özü də dalbadal deyir. Baxın buna fikir verməlisiniz. New. Bəli. Hamısının adı çəkiləcək. Yes. Həmişə olur ya orada main qoyurlar, important falan. Hamısının adı çəkilir amma Hə, main. elə main important falan dedi də, elə ona görə seçdim. New eşitmədim, amma dedim important deyirsə, main deyirsə daha iyi seçimdə, yəni başqa nə edəcəm? New fərqli şeydir. Nə demiş axırda deyir. Bu qulaq Bilirəm, asaq. fərqlidir. Qulaq Səhv asaq. etməmsə deyəcək. Mütləq qulaq asaq onda buna. O hissə var. 19-27 edəcək lazım da istəyirsiniz. Now listen and Tamam. Bored with the food. Okay, that's all on the new food hall. Now, after school lessons. Okay. These are very popular with pupils, particularly swimming. In fact, there's a waiting list for lessons. Okay, bu popüler bir şeydi. Amma gözlenen new deyil. insanlar var. Amma new değil, yes. Sadəcə populardır. Popularsa bu yeni gəlməyib də. Yəni əvvəldən var və indi də populardır. Yeni nə ola bilər? Biz planlayırıq ki, falan şey gəlsin və yaxud bir neçə gündə bu gəlir. Belə ifadələr olmalıdır. Cycling is another favorite, and I'm delighted that dozens of pupils make use of the chance to learn to ride in off-road Bu da conditions. bir favori. It means that more and more cycle to and from school every day. As you know, we have a well-equipped performance center, and we're going to start drama classes in there too. We are going to start. Are to be going to birləşməsi nədir? Planlayırıq. Başlayacaq planlaşdırılır. Yes, planlayırıq. Yes. Piano. Baxaq.
Pupils will be able to join in just for fun or work up to taking part in a play. We hope to put on at least one a year. Piano. Play O yoxsa drama deyir bu arada. Drama deyir. Mən drama deyəndə elə bildim ki, Cycle two and siyasədir. Amma sən demə siyasəni sonradan deyəcək. Drama deyəndə akti nəzərdə tutur. Sırf cavabı olan şeyi fərqli paraphrase edib. mən play işləndə elə bildim musiqi aləti deyir. school every day. As you know, we have a well-equipped performance centre and we're going to start drama classes in there too. Pupils will be able to join in just for fun or work up to taking part in a play. We hope to put on at least one a year. Okay. Bunu bildik mi Nərmin xanım? We are going to birləşməsi varsa planlayırıq. Həmişə də burada nə isə 19-20-ci suallar çox vaxt belə olur. Ya main yazırlar, ya new yazırlar və yaxud da başqa bir xüsusi söz var orada. Əgər planlanmış bir şeydirsə to be going to-na verəcək. Mən bir dənə telefonla qoşulum, hələ ki, siz məni qəbul edirsiniz də. Tamam. Okey, bəs o birisində nə deyirdi? O birisi necə dedi? Yox, indi ona qulaq asacaq. Burada drama deyirsə, yəni oyunculuq falan. Actingi bildim, bəli. Okay. O birisi indi qulaq asacaq. We teach a number of pupils to use the sound and lighting systems in the centre. And a former pupil has given a magnificent grand piano to the school. So a few pupils will be able to learn at the school instead of going to the local college, as many of them do at the moment. Bir də qoyuram. Eşitdinizmi o hissəni, yoxsa yenidən qoyum? Ya onu dedi, amma tam belə bilmədim. Yeni qoyum. On at least one a year. We already teach a number of pupils to use the sound and lighting systems in the centre. And a former pupil has given a magnificent grand piano to the school. So a few pupils will be able to learn at the school. Few people will be able to learn. Gələcəkdə öyrənəcəklər. Will be able to. Okey, başa düşdüm. Birini will-la verdi, birini to be going-to. Bəs Jeta'dan danışmır. Instead of going to the local college, Sound as many of them do at the moment. Burada nəsə But road conditions. It means that more and more cycle to and from school every day. Bildik. As you know, we have a well-equipped performance centre and we're going to start drama classes in there too. Pupils will be able to join in just for fun or work up to taking part in a play. We hope to put on at least one a year. We already teach a number of pupils to use the sound and lighting systems in the centre. Bunu eləyiblər. Bu yeni deyil, yes. Eşitdim. Deyirəm axı nəsə lighting eşitdim orada. Okay. Başa düşdükmü bunu? Bəli. Okay. Gəl 3-ə baxaq. 3-də səhv olubmu? Məndə çoxdur, özdə axırıncı demək olar ki, baxırsa. Məndə də. Deyim, səhvlərimin sənclərdə. Aha. 24-25, 27-29 5. Aha. və 30. Bu 27-29-30 prostdakı 30-da hərf səhvdir. Aha. Bir də 25-də səhv. Bir dəqiqə, mən 24-25 də səhvdir bu arada deyəsən demədim. Yox, tamamilə səhvdir. Yəni 25. Məndə açıqların hamısı düzdür. Aha, sizdə Bu qapalı. arada Məndə də bütün 25-də qapalılar bir dənə hərf səhvdir. 25-də history sözünü history yazmışam, çaşıb history sözü. Sorry. Yəni orada 2 dənə hərf səhvim var dərsindən, belə deyim. 2, 3, 4, 5 dənə səhvdən ikisi hərf səhvdir. 24 səhvdir dəqiq, 27 səhvdir, 29 səhvdir. Onları başa düşməmişəm. Onda qapalıları Nərmin xanım desin. Çünki özü başa düşməlidir də bunu. Sonra açıqları siz. Aha. Onda 19-dan başlayayım. 19 nə idi? Yox. Hə, 19-u bildim. O bayaq ikinci idi. Hə, 21. Burada baxıram cavablarıma. Görürəm qırmızı elə bildim burdadır. Hə. Luke read the one reason. Deyir bir dənə səbəb oxuyub. Luke. Məncə o oğlanın adı idi. Nəyə görə biz tez-tez yuxularımızı unuduruq? Səbəbini axtarır. Our memories cannot cope with too much information. Bizim yaddaşımız çox informasiyanı copy eləyə bilmir. Yəni köçürə bilmir də, onu da belə çıxır. Cannot cope. No, cope with. Cope with Cope şeydir. with. Deal with. Əlaqələndirə bilmir. Həll etmək. Cope with. Deal with'in sinonimidir bu.
Not Hmm. copy. Copy y ilə yazılır. Copy kopyalamaq, yəni y. A-dirsə o deməkdir deal with-in sinonimi, cope with. Həll etmək, məşğul olmaq iki mənası var. Burada yəqin cannot. Ya çox informasiyanı götürə bilmir də, o mənadır demək Bəli. istəyir. We might otherwise be confused about what is real. Real olan, yəni həqiqəti çaşırıq da, hansı Çaşa realdır, hansı bilərik. bilərik, Yuvan. bəli. Yes. Çaşdıra bilərik ki, nə realdır, nə başqa Mhm. şey. We do Uyğudur. not think they are important. Düşünmürük ki, bunlar yəni vacibdir. Yes. Orada deyəcək, bizə nə lazımdır? Why we often forget dreams. Əsas isə budur. Mhm. O da o yəqin o sualı deyəcək orada, cavabını da indi baxacaq. Üçün də adını çəkə bilər, amma səbəb olaraq hamısıdır. Okay. Ola bilər ki, üçündən də danışsın. Desin ki, biz belə məsəl üçün qarışdıra bilərik falan. Amma səbəb nədir? Reason. Reason əvəzinə nə ola bilər orada? Nə qoya bilərlər ki, biz onu eşidək? Ola bilər Cause ola bilər. cause, okay. Cause. Cause, okay, cause ola Başqa bilər. nə ola bilər? Elə cause ola bilər. Məsələn, cause, it is cause və yaxud da belə verib, məchulda da verilə bilər. İkidə nə istəyir? Luke'la Susie'nin predicting the future. Gələcəyi təxmin elə bir yuxuların gələcəyi təxmini haqqında Aha, razılıq. Görsüz razılıq. Üçü də danışıla bilər. Razılaşırlar. Bizə lazımdır I Mhm. agree with you. I think məsələn deyirəm ki like you, me too. Bu kimi birləşmələr ruh Yes. razılığımızı göstərir. Due to chance, due to nə idi? Dünən Due writing. to Buna görə də özündən sonra görə isim. according to Yes, yox. özündən sonra isim gəlir. Elə onu soruşacaqdım. Yes, due-dan sonra Bəli. görs isim gəlir. In order to sonra in order to Ondan sonra da fiil. In order yes, to-dan in sonra. order to fail. Yes. Due to chance, yes. Bu sadəcə yəni təsadüf nəticəsində baş verir. Yəni yuxumuzun Mhm. gerçək olması. Aha. Bu haqda It ingiliscə danışarıq. Aha. Okay. It only happens with certain types of event. Bu yalnızca certain belə deyim də müəyyən tip hadisələrdə baş verir, hadisələrlə. Yes, müəyyən yes hadisələrdə. Yəni hamısında deyil. Yalnızca. Yes, Böyük yalnız. ehtimal burada only var da ya, bu false olacaq deyə. Cavab bu olmaya bilər. Ehtimal ola bilər. Həmişə harda all yazılırsa, only yazılırsa 90% halda bu deyil bizim cavabımız. Aha. Not given. Bəli, bir də it happens more often than some people think. İnsanların düşündüyündən daha tez-tez baş verir. Yes. Aha. 23. Susie says that study on preschool children having a short nap. Deyir qısa yuxu mürgüləməyi nəzərdə tutur da. Preschool bağçalarda əsasən. Ə, onun haqqında ümumiyyətlə nə Susie'nin dediyi bir şey soruşur da, yəni ondan danışacaq. Yes. Yəni bu bağçada yatmalı, günorta yuxusu alır. Gün Bu bir haqqında nə gün deyir? ərzində də yəni. Yes, no Aha. olmalıdır. So lazımdır. Had controversial results, yəni razılıq olmayan, yəni mübahisəli nəticələnir. Mübahisəli. Used faulty research methodology, faulty səhvlə olur yəqin ki, istifadə olunur. Səhv metodologiyadan istifadə Səhv olunur. metodologiyadan bəli istifadə olunur və failed to reach any clear conclusion. Aydın nəticələri araşdıra bilmir. Düzgün Çata yəni bilmir. No, çata bilmir. Reach. reach, hə, reach bir də fail'dəki alınmır da, neqativ bir şeydən danışır. Yes, yəni biz aydın nəticə ala bilmirik. Yəqin bu haqqda nəsə bir research aparıblar. Researchın nəticəsi yaxşı olmayıb deyə bilərlər və yaxud da yaxşı olub amma səhv metodologiya istifadə olunub ki, belə bir şey məncə imkansızdır və yaxud da nəticə controversial qalıb. Ki, Yes. yəni bəzi adamlar deyir ki, yox belədir, o birisilər deyir belədir. Bu kimi istifadə olunsa controversial, yəni agree, disagree var orada. Okay, və axırıncı sualımız In their last assignment, sonuncu assignmentin elə adını deyir, özünü heç bilmirəm nə deməkdir. Deyir hər ikisi tələbə necə? assignment, ev tapşırığı, assessment. Assignment, okay. Yes, assessment isə yoxlama idi. Education-a Yes, yazmışam. hə, assessment-ı bilirəm. Assignment Universitetin öyrənmiş. Hər iki tələbə problem yaşayır nə ilə? Statistikal analizlərlə, making an action plan, hərəkətli bir plan qurmaqda, No, hərəkət planı, yəni hərəkət planı. hərəkət Nə planı, iş bəli. görəcəklər falan onu. Və self-assessment özünü qiymətləndirmə. Yes. Deməli bizə nə lazımdır? Üç haqqında danışa bilərlər, amma bizə əsas nə lazımdır?
Hər ikisi çətinlik çəksin. Hər ikisinin bəli boz. İkisi də Hər danışacaq. Orada da yenə ikisinin də dediyi bir şey. Məsələn, birində deyir ki, oğlanın fikri ilə qız razı olmur məsələn. Aha, Deyir ola mən də bilər. belə bir problem yaşamıram falan. Sonradan qız nəsə deyirdi deyəsən, oğlan da təsdiqləyirdi, amma mən yenə də onu səhv yazmışam. İndi qulaq asanda baxacağam. Bir qulaq asar. Bunu Elbra xanım da səhv yazmış deyəsə 24-ü. Aha, bəli, 24. Qulaq asaq indi. Cavabları amma Nərmin xanım özü eşidib desin mənə ki, tam eşitdim o isə. İndi birinci Okey. verək. For our next psychology Mhm. So, Luke, for our next psychology assignment, we have to do something on sleep and dreams. Right. I've just read an article suggesting why we tend to forget most of our dreams soon after we wake up. I mean, most of my dreams aren't that interesting anyway. But what it said was that if we remembered everything, we might get mixed up about what actually happened and what we dreamed. So it's a sort of protection. I hadn't heard that idea before. I'd always assumed that it was just that we didn't have room in our memories for all that stuff. Me too. What do you think about the idea that our dreams may predict the future? Okay, cavabı eşitdikmi? Pratik üzrə ikinci suala keçir. Orada mix deyirsə yəqin confused olacaq, hə? Yes, dedik İndi biz. necə eşitdim bəs? Okey. Nəysə, o birisinə baxım. Bilirsiniz indi niyə eşitdiniz? Çünki indi sualı tam başa düşmüsünüz və nəyi axtarmalısınız onu bilirsiniz. Bunu ucu bilirsiniz ki, nəyi axtarmalısınız. Confuse sözünü görmüsünüz ya, ucu bilirsiniz ki, mix eşitsən uyğundur. Beyin ucu deyir ki, "Hə, bunlar uyğun ola bilər." Ona görə indi mən burada sizə izah edirəm deyə vaxtımız çox keçir də, 36 dəqiqədir məsəl üçün. Amma siz bunu evdə 20 dəqiqə, 25 dəqiqə içində yazıb qutara bilərsiniz. Tez eləmək lazımdır sürətlə. Sürətlə bunu alışdırdıqca özünüzü görəcəksiniz ki, yaxşı olur. Aha. Bir dəfə də tək özüm video çəkib ataram YouTube-a. Baxarsınız orada necə sürətlə işləyirəm mən. Eyni metodla Okay. siz də edərsiniz. Okey. It's a belief that you get all over the world. Yeah, Aha, indi buna bax. lots of people have a story of it happening to them. But the explanation I've read is that for each dream that comes true, we have thousands that don't, but we don't notice those. We don't even remember them. We just remember the ones where something in the real world, like a view or an action, happens to trigger a dream memory. Right. So it's just a coincidence, really. More often baş verir. Daha çox. Yox məncə. Yes, dedi bir-iki dəfə az baş verir. Okay. Hansı hadisələrdə baş verir? Coincidence nəsə belə bir şey. Trigger dediyi, hansı ki trigger your dream. Trigger. Yəni sənin bir növ yuxunla eyni olur və təşviq edir ki, sən onu eyniləşdirəsən. İnanmaq kimi bir şey, trigger inan. Məcbur etmək də trigger. Bu keçən dəfəki sözlərdə də var idi elə bil. Məcbur etmək deməyək də təşviq eləmək, trigger. Encourage kimi bir Yes, şey yes. yazmışlar. Təşviq eləyir. Hı. Baxın bir də qoyum o hissəyə. Just remember Baxın. happening to them. Dreams may predict the future. Aha. It's a belief that you get all over the world. Yeah, lots of people have a story of it happening to them. But the explanation I've read is that for each dream that comes true, we have thousands that don't, but we don't notice those. We don't even remember them. We just remember the ones where something in the real world, like a view or an Biz xatırlayırıq sadəcə real həyatda olanı. action, happens to trigger a dream memory. Hansı ki bu təşviq eləyir ki, o yuxudakı gördüyümüzü xatırlatsın bizə. So it's just a coincidence, really. Coincidence. Nə deməkdir coincidence? İnanc, Coincidence. No, coincidence. Yox. şans. Yes, anidən də yəni. A variantıdır bəli. Yes. O sözdən bizə dedi cavabı. Coincidence sözü ilə. Yəni şans Deyəsən əsəri. məndə dünən düşəndə constant sözü idi imtahanda. Constance idi, nə idi? Yo, o deyildi. Coincidence Neydi? ilə yazılır. İnandırmaq kimi bir şeydi. Convenient, rahat. Convince, inandırmaq convince. Convince idi, hə, mənim yadımda Convince elə qalsam. Saber level'da o da convince inandırmaq. Coincidence yəni anidən. Görməmisiniz heç deyirlər ki, məsələn dostlar falan paylaşır. Biz ya anidən qarşılaşdıq, dost olduq.
Bu mad coincidence. Mən konsident görmüşdüm. Coincidence yəni anidən şans əsəri. It's Necə made yazılırdı o? Coincidence. dance, yes. Ha. Ay. Something else I read about is what they call segmented sleeping. That's a theory that hundreds of years ago, Qurtardı bunun cavabı. Çünki Mhm. söhbət, yes. Deməli o sözü eşidə bilməmişik orada. Cavabı sözlə verilmiş bu dəfə. Dəyişib. people used to get up in the middle of the night and have a chat or something to eat, then go back to bed. So I tried it myself. Why? Well, it's meant to make you more creative. I don't know why, but I gave it up after a week. It just didn't fit in with my lifestyle. But most preschool children have a short sleep in the day, don't they? There was an experiment some students did here last term to see at what age kids should stop having naps, but they didn't really find an answer. They spent a lot of time working out the most appropriate methodology, but the results didn't seem to show any obvious patterns. Right? Okay. Nə demək istədin Nərmin xanım? C-dir məncə burada, hə, onda. Yes. Çünki deyir bir nəticəyə gəlib çıxa bilmirlər də. Yəni elə bir şey oldu, conclusionla əlaqələndirə bildim. Mən də düşünmüşdüm ki, əgər bir nəticəyə gələ bilmirlərsə controversial results ola bilər də onda. Ona görə A yazmışdım. Controversial bir zaman olar ki, desinlər ki, bir insan qrupu falan şey deyir, o birisilər bunu deyirlər. Agreement var orada. Belə bir şey yoxdursa biz onu not given götürürük. Fault research olmadı çünki appropriate sözünü eşidiyor orada. Daha doğrusu properly. Properly nədir? Dəqiq, düzgün, uyğun. Hə, bəli. Uyğun properly research methodology. Anyway, let's think about our assignment. Last time I had problems with the final stage, where we had to describe and justify how successful we thought we'd been. I struggled a bit with the action plan too. I was okay with the planning. I was okay planning. Yes. Burada problemi Mən yoxdur. eşitmişdim. Yes, bizə lazımdır ikisinin problemi olsun. Beyni atdıq. I got marked down for the self-assessment as well. And I had big problems with the statistical stuff. That's where I really lost marks. Right. Mən statistical analysis yazmışdım. Çünki ikincidə onu deyir, o da deyir right. Amma Mən- self-assessment olacaq yəqin ki 90. Bilirsiniz nə deyir? Deyir ki, self-assessment-na yaxşı qiymət aldım, amma bunun statistik hissəsində şeyim var, çətinliyim var idi. Yəni self-assessment elə bir statistik analizdə self-assessment özü yoxdur da, düzdür? Amma statistik analiz vasitəsilə. O sırf analizdə səhv olub, daxilində verir. Bir də qoyuram. Necə? But Bak. I got marked down for the self-assessment as well. With the action plan too. Bunu I belə. was okay with the planning, but I got marked down for the self-assessment as well. And I had big problems with the statistical stuff. That's where I really lost marks. Right. Axı deyir self-assessment great problem demir axı. Down dedi axı. Mark down. Mark nədir? Qiymət. Down aşağı. Self-assessment-ın statistik staffla da deyir. Orada bilirsiniz nəyi nəzərdə tutur? Yəni hesablamağı falan o qədər də yaxşı deyil. Bir də qoyacağım, baxın. İçində verir deyə cavabı. Ona görə deyirlər də Ayrı Bir cümlədə ikisinin də cavabını verir Elə ona deyir. görə. Yəni. Yes. Elə bil ki, tutaq ki, deyirik ki, ədəbiyyat fənnidir. Bunu bu mənada izah edə bilərəm sizə ki, ədəbiyyatdır, amma məsəl üçün ədəbiyyatın daxilində orada leksikologiya falan da var, tutaq ki, orada sözləri falan da öyrənməlisiniz. Sözlərlə çətinliyiniz var, amma ədəbiyyatda məsələn sözlərlə çətinliyiniz var deyə ədəbiyyatdan balınız aşağı gəlir məsəl üçün. Yəni ümumi harda olacaq onda çətinlik? Biz bunu sırf onun Deməli, çətinliyi götürməyəcəyik də, ədəbiyyatı götürəcəyik. Yes. Ad olaraq ədəbiyyatda ədəbiyyatın Ümumi təşkili. general götürəcəyik. Yes. Bir də qoyun. Problems with the final stage, Biraz where we çətin. had to describe and justify how successful we thought we'd been. I struggled a bit with the action plan too. Okay. Well, and I had big problems with the statistical stuff. That's where I really lost marks. Right. Yəni buna görə mən qiymətimi itirmişəm self-assessment-dan. Marks deyir. Deməli, harda olub problem? Self-assessment.
Yes. Çünki oğlan əgər statistik problemi var desəydi, biz onda oğlan bunu götürərdik. Bir dəfə çəkilib statistik analizin adı, Staffın adı. Okay, bu bitdi. İndi Before you hear the Evraq rest of the izah- discussion, you have some time to look at questions 25 to 30. Biz nəyə fikir verməliyik? Aha, 25. deməli, one word ilk öncə. Deməli, decide on sample, qərara gəlirlər sample-da 12 students from the Hansı 12 departmentin adı olacaq mənim. Several answers on, cavablar hardasa olmalıdır, elə bir nəydə Nəysə üstündə. Nə Mən üstündə ola bilər? Lövhədə ola bilər, paper. dəftərdə, kağızda ola bilər. paper, Yeah. yes. Aha, check ethical guidelines for working with, nə ilə işləməklə. Yəni, Yəni ensure nəsə. ensure that risk is assessed and assessed və nəsə həmçinin sözü olacaqdı orada. Əsas nədir? Qiymətləndirmək. Yəni mark, evaluate, assessed bu formada bunlardan biri ola bilər. Keep the minimum, ən aşağı olacaq. Saxlanmaq. Yes. Calculate the correlation, make a. Burada da correlation və nəysə düzəltmək. Make a nəsə. What means calculate? Hesablamaq. Yes. Correlation? Correlation uyğun idi. Düzəltmək. Hə. Yes. Aha, düzgün deyir hesablanıb nəsə yaradılmalıdır və research. Burada da research adı olar yəqin ki. Research. Anyadakı research-ı nə etmək? Hərəkət də ola bilər. Yes. Qulaq asaq. İndi siz deyəcəksiniz amma cavaba baxaq. So, shall we plan what we have to do for this assignment? Okay. First, we have to decide on our research question. So, how about, is there a relationship between hours of sleep and number of dreams? Okay. Then we need to think about who we'll do the study on. About 12 people? Right. And shall we use other psychology students? Let's use people from a different department. Okay, psychology istifadə edəcəklər Elvar xanım. Yox, deyir ki, other department. What about history? Yes, they might have interesting dreams. Or literature students. I don't really know any. Okay, forget. Bura nə yazmısınız ki siz? Bura cavabı. Deyir history-dir. Deyir ki, bəs bəlkə literature, o da deyir ki, yox, mən burada history yazmışam onsuz. Prosta tınarını yerin səhv yazmışam. Hə. Hə. Yes. Yeah. Hə. İkinciyə baxaq. Idea. Then we have to think about our methodology. So we could use observation, but that doesn't seem appropriate. No. It needs to be self-reporting, I think. And we could ask them to answer questions online. But in this case, paper might be better, as they'll be doing it straight after they wake up. In fact, while they're still half asleep. Right. Hara yazacaqlar onda? Deyir online olsun, deyir ki, məncə paper yaxşıdır paper. Yes, paper. Yazılmadı. Düşmədiniz. Siz nə yazmışdınız bəs? Bir dənə baxın, 26 düzdür paperdə, o birisi səhvdir. 27. And we'll have to check the ethical guidelines for this sort of research. Because our experiment involves humans, so there are special regulations. Yes. I had Kimlə əlaqəlidir bunların işi? Human'ın. Amma mən regulation yazmışam. Axı deyir humans visual Qaydalar regulations dedi. Mən də ona görə yazdım. Kimdən Ha. işləyir də, yəni iş. While they're still half asleep. Right. And we'll have to check the ethical guidelines for this sort of research. Because our experiment involves humans. Bizim eksperimentimiz kimlər daxildir? İnsanlar daxildir. Human. Yəni biz kimlərlə işləyirik? Yes, biz insanlarla işləyirik. Humans, ya. Cəm də dedi özdə humans, ya. There are special regulations. Yes. I had a look at those for another. O regulations o insanlara aid. Yəni bunlardan istifadə edəcəyik. Working deyir ha. Using demir. Assignment I Yəni did. sual workingdir. There's a whole section on risk assessment Risk. and another section
on making sure they aren't put under any unnecessary stress. Let's hope they don't have any bad dreams. Yeah. Then, when we've collected Stres eşitdir. Bir də qoyaq. Yes. Yes, stress. And another section on making sure they aren't put under any unnecessary stress. Yeah, Let's stres. hope they don't have any bad dreams. Siz nə Yeah. yazmışdınız? Bu düzdür, mən də stress yazmışam. Hə. 29-da səhv yazmışam. Then, when we've collected all our data, we have to analyze it and calculate the correlation between our two variables. That's time sleeping and number of dreams. And then present our results visually in a graph. Right, and the final thing is to think about our research and evaluate it. In a graph. Yes. Yes. Mən gross yazmışam. Article-da dediyi, ona görə mən işte a graph. E'yə də fikir verməliyik. Cross götürüb yazmışam. Gross, böyle make a gross. Bəli. Bunun uyğun olmadı. Make a graph. Hə. Yazanda o istəyirmişim ki. İndi axırıncı It seems quite straightforward. Yeah. So now let's get started. bir dəqiqə. And then present our results visually in a graph. In a graph. Right, and the final thing is to think about our research and evaluate it. So that seems quite... Evaluate. Hə, görürsünüz, orada deyir ki, evaluated. Mən də Yes, id i tələffüz yazmışdım. olunur. Amma evaluated olmaz da. Evaluated söz yox da. Axı. Yox, elə yox. Evaluate deyir, amma evaluated dış edlə deyir. İdi ilə deyir də, yəni regular formada deyir. Biri qulaq. Keçmiş zamanda. And then present our results visually in a graph. Right, and the final thing is to think about our research and evaluate it. D deyirsə, D birsiz o Z-nin elə tələffüz edir ki, onun id kimi çıxır da. Devaluated belə deyir. Yox, evaluated deyir. D-la deyir. Evaluatedən sonra elə bir D deyir. Mən ona görə Evaluated. Mən də elə eşidirəm. Qarşısında Z var axı onun. O birləşirmiş kimi hiss eləyirsiniz. Qarşısındakı D sanki sonuncuya Yox, gəlir. evaluated sözünü sonda işlədir, axı ondan sonra söz işlətmir məncə. No, bilirəm. Amma qarşısında Z deyir. Baxın bu hissəyə. Mən də ilk elə eşitdim. Ama sonra ikinci qulaq asanda Z eşitdim. Baxın. Visually in a graph. Right, and the final thing is to think about our research and evaluate it. And devaluated. Gəlin sizə şeydən qoyum. Qabağın demirəm, evaluated deyir. No, başa düşürəm. O öndəki səs təsirləyir də sonuncuya. Ay da. Devaluateddən qoyun, baxın səsə. Mən də evaluated D-la yazmışam. Mən də. Gedib. Onu bir dəqiqə phonetics-də. To phonetics. Yəqin ki, bu sayta. Necə əsəbləşirəm. Evaluate. 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 To evaluate. Nə qədər denə çalışmışam. Bu bir bildiyiniz evaluate. Evaluate. Qarşısına Z qoyaq. Evaluate. Oy. Evaluate. Niyə belə sürətli getdi bu? Evaluate. Evaluate. Ha, bu sürətli getdi. Az bir dəqiqə. Satsam sürətli. Evaluate. Bu yaxşı çıxart səsi vermədi. Normalda, yəni bilirsiniz, Google-da orada gəlir D-dan biraz. deyir. Google-da bilmirəm, mən To Phonetics-dən baxıram. Ora güvənlidir. Bu Z səsini özünüz fikir verirsə, bəzən Z kimi çıxarırlar, bəzən diş arası Z səsi kimi, bəzən D kimi çıxır. Bu da orada D-nı deyəndə, mən ilk eşidəndə evaluated eşitdim, idin eşitdim. Amma ikinci dəfə qoyanda gördüm ki, o Z səsi ona təsir eləyir. D kimi çıxardır. Çünki Z kimi çıxartsa başa düşəcəkdik. D kimi çıxartdı deyə sanki sonunda da D var imiş kimi oldu. Evaluate. Ay. Evaluate, yes. Siz bunu keçmiş zamanda vermişdiniz. Bəli, sonuna D yazmışdım. Mən də.
Ona fikir verir. O da ki, əslində onların tələffüzündəki problemdir. Hətta deyirlər ki, aksent falan əlavə hələ olmayıb əlavə. Olma ehtimalı var, amma məncə olmayacaq. Yalan şayədir o. Əlavələr İnşallah. falan yalan şayəd məncə. Heç də çətinləşdirilmir, heç olduğu kimidir. Yəni onsuz olduğu kimi də çox asan deyil, amma yenə də inanmıram nəsə olsun. Bu dördüncüdə nəsə səhv eləmisinizmi? Dən baxım. Mən deyirəm. Deməli 32-ni səhv yazmışam. Bir də 32-ymiş. Bəs Nərmin xanım sizdən? Dən baxım deyirəm. Tamam. 32-də nə Məndə istəyir? var imiş. Hansılardır? 33, Yes. 35. Söz 35. Aha. Şu. Söz 35. Okay, gəlin onda 35-ə qədər qulaq asaq. 32. Nə istəyir bizdən? Dance could be used as a form. Rəqs nə isə forması kimi istifadə olunub. Nə istəsə formu. 33-də nə istəyir bizdən? Accessible for people with low levels of. Aşağı levellı insanlarda nəsə aşağı level olub. Halbuki ki onlar üçün rəqsə danışıq da. Onlar üçün bu rəqs uyğundur. Sonra 34 beta nə isə reduce the risk of accidents. Qəzaların riskini azaldır. Nə bilim, bilmirik. Və improves function by making. Function varsa deməli bunun qarşısı bir sifət var. Nəyinsə və yaxud isim də ola bilər. Nəyinsə funksiyası. İsim olsa daha yaxşı. Nəyinsə funksiyası. Gəlin qulaq asaq. It's a universal response to music found in all cultures. But what's only been discovered recently is that dancing not only makes us feel good, it's also extremely good for our health. Dancing, like other forms of exercise, releases hormones, such as dopamine, which make us feel relaxed and happy. And it also reduces feelings of stress or anxiety. Dancing is also a sociable activity, which is another reason it makes us feel good. One study compared people's enjoyment of dancing at home in front of a video with dancing in a group in a studio. The people dancing in a group reported feeling happier, whereas those dancing alone did not. In another experiment, university researchers at York and Sheffield took a group of students and sent each of them into a lab where music was played for 5 minutes. Each had to choose from 3 options: to sit and listen quietly to the music, to cycle on an exercise bike while they listened, or to get up and dance. All were given cognitive tasks to perform before and after. The results showed that those who chose to dance showed much more creativity when doing problem-solving tasks. Much more creativity increase olar da yəqin. Yes. Daha o qədər gec demişdik, elə bildim itirmişəm cavab. Part 4-də elə olur. Dr. Lovett at the University of Hertfordshire believes dance could be a very useful way to help people suffering from mental health problems. He thinks dance should be prescribed as therapy to help people. Prescribed, yəni dərman kimi bir növ yazılır da. Nədir? Müalicə yazılır da bir növ. Necə, nəyin müalicəsi kimi yazılır? Terapiya. Terapi, yes. Siz nə yazmısınız buraya Elvira xanım? Depression. İstifadə olunur. Depressiyanın bir forması kimi istifadə oluna bilməz axı. Terapinin bir forması kimi istifadə oluna bilər. Depression yazanda məsələn hər dəfə yazandan sonra sözü belə feeling əfs olanda reading-də də, listening-də də fikir verin. Sonra tərcümə edin. Baxın uyğun gəlirmi o? Yəni tərcümə də fikir vermək ki, depressiyanın bir forması kimi istifadə olunsun dans. Bəli, amma həmin vaxtda ona vaxt çatdırmaq olmur. Tərcüməsi görmür, uyğun gəlmir, amma o listening gedib geri dönüş olmur ona görə. O da deyil, amma diqqətli olaq orada. Some issues such as depression. İndi də depression. Depression, such as, yəni It's well established that dance is a good way of encouraging adolescent girls to take exercise. But what about older people?
Aha. Studies have shown that there are enormous benefits for people in their 60s and beyond. One of the great things about dance is that there are no barriers to participation. Anyone can have a go, Aha. even those whose standard of fitness is quite low. Who stands fitness quite low. Participation yazmışam. No, insanlar kim ki aşağı level nə olur? Fitness nə deməkdir? Yəni idman. Bir də ki sağlıq mənasında, yəni sağlamlıq leveldə bir növ fitness bədən formasına görə uyğunluğu, yes, aşağı olanlar belə gəlib iştirak edə bilər. Yeah. Sonra Dance can be especially beneficial for older adults who can't run or do more intense workouts, or for those who don't want to. One 2015 study found that even a gentle dance workout helps to promote a healthy heart. okay. Burada gentle nə deməkdir? Gentle. Meh, Zəif, yüngül, orta. Zərif, yes, zərif. zərifdir. There's plenty of evidence which suggests that dancing lowers the risk of falls, which could result in a broken hip, for example, Hip by nə helping deməkdir? people to improve their balance. There are some less obvious benefits of dance for older people too. One thing I hadn't realized before researching this topic was that dance isn't just a physical challenge. It also requires a lot of concentration because you need to remember different steps and routines. For older people, this kind of activity is especially important because it forces their brain to process things more quickly and to retain more information. Okay, bu function brain dedi. Bəs 34. Mən ora concentration yazmışdım 35-ə. Amma brain imiş. 34-də cavab əslində balancedır. Orada mən eşitdim onu. Bir də qoyun. Burada braindir. Function Yazmışam brain yəni onu. function'dır amma. Prosta siz keçdiniz, dayandım atı dedim yəqin. Mən Hələ onu- qulaq asacağam. There are some less obvious benefits of dance for older people Okay. too. Bunu bildik. One thing I hadn't realized, dance promotes a general sense of well-being in older participants, which can last up to a week after a class. Participants report feeling less tired and having greater motivation to be more active and do daily activities such as gardening or walking to the shops or a park. Ballroom or country dancing, both popular with old, have Bəlkə current yaşlı research səni. bits of dance for older people too. One thing I hadn't realized before researching this topic was that dance isn't just a physical challenge. Okay. It also requires a lot of concentration Aha. because you need to remember different steps and routines. For older people, this kind of activity is especially important because it forces their brain to Bundan process things əvvəllərdə də more axı quickly. siz cümləni Entertain səhv more- yerdən başladırsınız orada. Bəlkə də ola bilər. Deyirəm axı brain-ə gəlirəm mən. Bəli. O əvvəllərdə. Workouts, or for those who don't want to. One 2015 study found that even a gentle dance workout Okay. helps to promote a healthy heart. Aha. And there's plenty of evidence which suggests that dancing lowers the risk of falls, which could result in a broken hip, for example, Bu by helping people to improve their balance. ha, Improve their balance. balance, yeah. Siz deyəsə hansı səhv yazmışsınız? 34. Mən yox, məndə 35 idi. 35 yes. Brain. Orada function dedi baxın. This concentration. For older people, this kind of activity Bir konsentrasiyanı inkişaf elətdirir. Konsentrasiya funksiyası olmasa beyin funksiyası ola bilər. Düzdür? Beyin funksiyası. Bəli. Yazıdan sonra mütləq tərcümə eləmək lazımdır ki, daha uyğundurmu? İndi gəlin Bəli, bax. brain də eşitdim. Yes, brain function. Всё. Biz 22-dən yazmışıq da, düzdür? Yazdıqlarımıza baxaq. Bəli, orada arada bir ikisinin üçün yazmalıyam. Yes, hamısı düz oldu, yes.
Gəl readingə keçək. 16-nın ikinci setdə düzdür? Bəli. Amma bu dəfə sürətli olmalıyıq ki, 20 dəqiqə içində bitirək. Oldu mu? Gəlin Bəli, başlayaq. inşallah. Okay. Gəlin başlayaq elə Elvira xanım sizdən. Baxaq suallara birinci nədir suallar? Fill in the gapsdir, bir də uyğunlaşdırmadır. Gəlin başlayaq elə. Birinci nəyə baxarıq, necə yazarıq? Must deyir ki, Geoglyphs particular sözünə baxırıq. Xüsusi bir areada. arealarda. Nəyə baxacaq burada? Deyib burada bir dəqiqə deyəcəm hardadır. Çok Countries, south and counties deyir ki, southern onun partikular hissəsidir. Yes, thousand countries. Yes. Bir xüsusi hissəsi düzdür. Bu onda olar. True. True. 2-yə baxırıq. 2-də nəyə baxarıq Elvira xanım? In the shape of a horse than any other creature. Deyir ki, more geografilər horse forması. Aha. Horse formasındadılar. Other creature'dan daha çox. Geoglyphs bilirsiniz də nədir? Daha böyük belə sənət əsərləri, böyük yes, fiqurlar. Geoglyphs, yes. Not given olar böyük ehtimalla müqayisə var. Bir yenə baxaq. Bu Zaten White not given'dır. Yes, White House buradadır. Yes, not given. Çünki ümumiyyətlə demişdim sizə çox hallarda not given götürür. Aha, 3 bəs. Sonuncu deyir Huffington'un göstəricilərinə görə yanlışdır onun tarixi haqqında da, yəni age, yaşı yanlış tapılıbmış. O deyəsən true idi, bir də baxım. Controversial. Hə, yazıb more controversial is the date. Controversial, yəni yanlışlıq var da. Controversial mübahisəli. Mübahisəli, yes, mübahisəlidir bu, amma yanlış. Yox, orada deyil də, bir dəqiqə. Mən baxım görüm. Deyir ki, redateddir. Yenidən vaxtı dəyişdirir. Redated, bəlidir, oranı görmüşdüm elə. Dəyişdirir, deməli, baxım söz. Səhv imiş də, deməli, previously, baxın, then it's previously assigned ancient Greek Roman. Hə də yazılıb da, mən, bəli, yəni ki, true. Yes, həm də ki, controversialdır, yəni mübahisəli qalıb ki, bilinmir, doğrudur yoxsa səhvdir. Yes, true. Aha, 4-də deyə bilərsinizmi? Aha, historianlar deyir ki, agreement razılığa gəlirlər. Longman Wilmington'un orijini əsası. Yes. Longman axtaraq birinci. Orada deyil, orada da həm. While var burada. While many historians are convinced the date figure is prehistoric, others believe work of artistic monk from a nearby Monk, yes, rahib deməkdir. Aha, deməli razılığa gəlirlər, məncə gəlmirlər. Çünki yadınızdadır, agresiya. Bəli. Yes, while var. Yes. False-da. Burada sözlər var. Convince nə deməkdir? Convince. İnandırma. Yes. Okay. Bəs 5-i deyə bilərsiniz Nərmin xanım siz? Geologistlər, nəysə onlar yaradıblar insanlar tərəfindən. Daha doğrusu were created by. Hə, insanlar tərəfindən yaradılıb. Aha, yaradılıb. White chalk. Ayda bunu mən yaza bilməmişdim. Yəni tərcüməsini düzgün eləyə bilməmişdim. Ağ təbaşirin hillside'da üstündə. Üstündə, yes. Elə bir təpənin üstündə yaradıblar bunu insanlar. Bizə nə lazım? Təpənin üstü. Bir də ki, insanlar tərəfindən mi yaradılıb, yoxsa öz-özünə mi yaranıb? Okay, harada tapa bilərik bunu? Bizə nə lazım? White chalk da aşağıda method of the cutting de o cümlədədir. To reveal gleaming white chalk below. Burada below'dur. Bəlkə ona görə false-dur. Yo, orada deyil. Biraz yuxarılardadır. Yuxarıdakı ilk cümləsi. İlk cümlə. Yes, However-dan əvvəl. Yes, below, aşağıda deyir. Bəli, indi gördüm. Bu isə on deyirsə false, yes. Asandan demiş ki bu. 6. Many in England are no... Necə? Tələffüz geoglyphsdir, geoglyphs. Geoglyphs, okay. Desə də geoglyphs, yeah. Geoglyphs in England are no longer visible. Görünən deyil. Yes. Deməli burada deyir ki, are clean it's really associated with England aşağıdadır, deyim. The fact that any ancient hill figures survive at all in England today, yəni həyatdadır, testament. Burada ama isə deyir, no longer visible. Mən yenə də bir dənə baxım. Mən visible görünəndir, amma no visible deyirsə görünmür. Mən burada disappear sözünü gördüm.
Yox olmaq. Yuxarıdadır onda. Mən aşağıda baxmışam, ona görə səhv gedib bu. Burada One reason that the vast majority of hill o figures have yeah, disappeared. Okay. görünməyiblər. Çünki fade solublar. Rəng fiqurlar solub. Fade nədir? Solmaq. People Mhm. no longer bothered or remember to clear away the grass to expose the chalk adlan. İnsanlar xatırlamayıblar ki, gedib onu təmizləsinlər. Bu görünmürsə, true. Okay, mən orada England sözünü aşağıda görmüşəm deyə England'a baxmışam. Ümumiyyətlə Yox. İngiltərədən danışırıq da, onsuz da başqa bir ölkə yox. Bəli, Ona bəli. görə bu yes. Aha. Burada da shape forması istəyir, has been altered, O dəyişdirilib over the time. Aha. Change ola bilər məsələn, different shape. Baxın bir dənə yenə də. Today is taste mistress continue to local believe which one case list. Belə bir şey əslində görmədim. Baxım da yenə də. Shape, hə, yuxarıda. Thus creating shape to the original. Aha. Exactly in the same page. Eyni place, daha doğrusu yerdə deyildi. Buna görə də create different shape, fərqli bir formadan istifadə olundu. Onda altered da dəyişdirilib Yes. demək olar. Orijinal formadansa fərqliyə keçiblər. Yes. Bu olar. True. Bu. Bəs 8. 8-də də fame of. Burada da şan şöhrəti onun formasından idi. Xeyr, elə bir şey verilməyib. Düzdür, yazıb yuxarıdakı məsələn horse consisting of a long sleek back, disjoint legs, streaming tail deyə aşağıdakı cümləyə baxın. Aha. Bunları verir, amma sırf demir ki də onun formasına görədir. Ona görə not given. You think that white horse is unique? Aha, yes, size yoxdur. O cümləni deyirdim. Bəli. Ah, yes, bu cümlə. Burada size yox. Yes. Bəs burada səhviniz olubmu? Burada bəli, mən səhvlərimə də baxmışam, hamısını başa düşmüşdüm, ona görə belə izah elədim. Bəs Elvira xanım, siz asanıymış amma bu mətn. Sizə Məndə səhv part 1-də bir dənə 9-da səhv olub bəli. Məndə part 2-də səhv var. Okay. Part 2 məndə part 1-dən daha çoxdur, düzüm. Part 2-də 6 dənə səhvim var. 7 dənə burada yazmışam deyəsən, 7 dənə də o birisində. Yox, eyni yazmışam. Aha. 9-u Nərmin xanım səhv eləmisiniz. Gəlin oxuyaq. Nəyə fikir verməliyik? Yes, known as a. Hə, bunu əslində özüm görmüşdüm. Deyə aşağıda late Bronze Age, Hillfort of Huffington Castle and below the Ridgeway. Ridgeway Yox, bu Ridgeway. Yes, bunu deyirsiniz. Ridgeway, yes. Orada elə cavab Ridgeway-dir. Mən amma götürüb Neolithic track yazılanı yazmışam. Onu sözün düzü yenə də başa düşmədim də, yəni 2 dənə ad var. Baxın orada Neolithic track yazılıb yanında, Ridgeway-in yanında. Mən onu yazmışdım. Bir dənə baxım 2.5 kilometr fiqdalı. Elə mən də bunu səhv yazmışam, heç başa düşmədim. 2 dənə adı idi, mən də götürüb o Neolithic yazmışam, amma Ridgeway çıxdı. Okay. Burada deyir ki, niyə yaxınlığında. Burada nə deyir? Long distance, uzaq məsafədə. Neolithic track yolunun uzaq məsafəsində. Bizə nə lazım? Yaxınlığında. Below the Ridgeway aşağısındadırsa deməli yaxınlığındadır. Yes. Bu sözə görə. Ridgeway. Aha. Əslində yaxınlıq deyir, elə bizdə long distance-da əksidir də. Yes. Uzaq məsafədədir. Neolithic trackın uzağında Ridgeway-in aşağısında, Neolithicin uzağında. Bizə yaxına götürək də, aşağı yaxın olduğuna görə. Yes. Bəs onu necə deyərsiniz? Elvira xanım, buna dediniz səhv eləmisiniz də? Yox. Yox, o düzdür, məndə də düzdür. Məndə bir dənə baxmıram. Deyil. Məndə 11 səhvdir bir də. Всё. Aha. Ona baxaq. First reference to white. Aha. Orada elə sırf verilib. İl var burada. 1070. İn var. İnə də baxmaq lazımdır. Çünki nəyinsə içində ortaya çıxıb da bu reference, first reference. Aha. Hansısa bir sübutu tapmaq lazımdır. Earliest evidence sözü elə first reference-i əvəz eləyirdi. Of a horse Huffington is from. In documents. Mentioned in documents. Documents, yes, in documents. Yəni onu deyirdim. Yes, documents. Bəli, bir də məndə 10 yox, məndə 11 səhvdir. 11-ə baxaq. According to analysis of the surrounding Bronze Age, Early Iron Age. Cümləni yenə düz tapmışam, götürüb səhv söz seçmişəm. Origin yazmışdım, amma soil imiş cavab. Harada o? Bu? Prosta axtarmalıyam ki, hansı tərəfdədir. Bu. Late. Bəli. Aha, oy. Nə istəyir bizdən? Ətrafın nəysə ilə əhatələnib. Bu hissəyə baxaq. Testing was carried out by the auxiliary unit.
On soil Ondan sonraki cümlədə yazmışam mən. Hə, bunu başa düşməmişdim heç. later followed by horse occupation. Siz origin yazmısınız. Hara baxıb origin yazmışsınız? Hansı hissəyə görə? Deyilə, nə bilim oxudum ki, burada Horse is late Bronze Age adı var, nə bilim Iron Age-in adı var. Surrounding əhatə olunmuş, sonra dedim əhatə olunmuş mənşəyi ola bilər falan. Belə düşünərək, belə bir məntiqlə yazmışdım, amma soil heç ağlıma gəlməmişdi ki, torpağından nəsə danışılar da, yəni. Axı elə oldu deyincə. Bilirsiniz nə deyir? Surrounding Necə? ətrafında. Necə Oxford başa? Archaeologist Unit on Soil var, o deyil. Soil da deyirəm cavab. Mən səhv Hə. yazmışam. Origin Soil deyir, yazmışam. amma ki, baxın, deyir ki 95-ci ildə bu hissə optical stimulated luminescence deməli test edib. Hansı ki bu test nəyin üzərində olub? Torpağın üzərində olub. Torpağın. Düzdür? Bəli. Bu deyir nəyə əhatələnib? Bu Analiz Ha, məqsədi. bu ucu Torpaq tərcüməyə daha aiddir. çox aiddir məncə. Tərcümə Yes. lazımdır. Ona görə səhv yazmışam. Okey, başa Burada düşdüm. Всё. tərcümə. Burada yoxdur daha səhvim. Amma istəyirsiniz baxaq o birilərinə də. Baxaq, o də baxaq. Yes. Associated with protection of horses. Efona'nın adını tapmaq lazımdır orada. Efona deyə aşağıda Goddess Epona o da Nə var. Hə. istəyir? Associated with protection of atların qorunması və Atların və nə onların digər baxım görüm nə idi onların? bu. Zero nəsə olmalı idi deyə gözüm. Worship Hə, for her associates horses fertility. fertility. Fertility, yes. İstədim birinci associations yazdım. Sonra dedim yox, bu daha uyğundur. With tərcüməyə baxdım ki, Associate fertility. cümlədə də var hələ. Hə, Trade. Fertility nə deməkdir? hardadır ki cümlədə? Necə? Hə, Fertility. deyə associate tapdım. Fertility. Bilmədim heç. Yaxşı. Eşitmişəm, çox eşitmişəm. Amma unutdum. Environment qurğusuna aiddir elə biləm. Yes, nəysə çoxalma. Məhsuldarlıq. Qadınlar qadın xəstəliklərində falan istifadə olunur bu söz fertility. Yəni məhsuldar olmaq daha çox, yəni sağlam mənasında. Yes, Fertility. deməli hətta sinonimlə productivity var imiş, capacity, Yes, productivity. efficiency, münbitlik, bala vermə yazıb hətta. Okay, başa düşdüm. Qadın xəstəliklərində yes. Was a representation of a Welsh goddess called? Nə adlanırdı Aa, bə? bu da adını istəyir. Rihanna, such as Rihanna'nın da nədir? Elə bir şey var idi. Orada ad kimi gözümə bu? sataşan olmuş. Yes. Okay. Gəlin buna baxaq. İndi deyirsiz ki, burada çox səhv olub. Nə sualları var burada? Bəli, Mənə çətin gəldi bu yes no not given çətin gəldi çox. Gəlin birinci deyək. First paragrafda nə istəyir bizdən? Mikroblar haqqında nə deyir yazıcı? İşarələyək. Tez sürətlə tərcümə etsək, nə deyərik buna? They adapt quickly to the environment. Neynirlər? Ətraf mühitə tez uyğunlaşırlar. Aha. The risk they pose. Ortaya çıxırlar. Amma bu nə deməkdir? Yəni Exaggerate. böyütmək deyil. Böyütmək, yes. Yes, çox Ortaya çıxırlar, şişirtmək. böyüdürlər. Riskləri çoxdur da. Yəni onların o dayandıqları hissədə daha çox risk artır o mənada. Nədən danışırıq biz? Microbes, yeah. Mikroblardan. They are more plentiful. Müqayisə dərəcəsi varsa Bu deyil onda. biz nə demişik? True, false. Yes, true, false, not given kimi götürür. Bu not given böyük ehtimalla yenə baxacağıq amma they will continue to exist. Davam eləyəcəklər yaşamağa. For longer than human race. İnsanlardan çox yaşamağa davam eləyəcəklər. Deməli mən burada cavab olan cümləni səhv başa düşmüşdüm. Deyim, hansıdır? Elə birinci cümlə idi səhv verməmsə. Deyir ki, microbes, most of them bacteria, have populated this planet since long before animal life developed and they will outlive us. Deməli mən burada deyir ki, yəni bunlar bizdən sonra da yaşayacaq da, insanlardan sonra da deyəsən yaşayacaq demək istəyir. Yes. Will continue exist. Mən onu başa düşməmişdim deyə o variantı götürmüşdüm. Bəli, mən də başa düşməmişəm. Harda out sözünü görürüz. Birinki üstü mənasında da. Outlive, yəni bundan çox yaşayacaq. Outperform sözü var. Daha yaxşı performans göstərmək məsəl Bir də üçün. over idi da deyəsən. Over sözü də var, bəli. Over da deyə bilərik. Yes, outlive, yəni o birləşmə ya daha çox yaşayacaq mənasında da. Okay. Mən B. Onda nə olar burada? Elə deyəcək. B? D, məncə D. D, bəs D-də amma mən B yazmışdım.
Hə, Nəyə əsasən B mən C yazmısınız? götürmüşdüm. C müqayisə dərəcəsi çox vaxt olmuyor. Yenə bir dənə baxaq bura. Mən Burada nəsə müqayisə görmürəm mən. Bu C ola bilməz heç vaxt. B-yə mən gəldikdə isə risklərdən danışırıq. C yazmışdım, o yazmışdım. Bura riski harda görmüsünüz ki, B-ni yazmısınız? Məndə düzüymüş bu. Əslində Düzdür, burada bir dənə yazdım. cavab var, o da budur. Bir dənə cavabımız Yes. var. Yox. İkinciyə baxaq. Second paragrafda write-a impress nə deməkdir? Impress təsir Yəni et. Təsirlənib bu faktla. Hansı fakt? Mhm. Each species tends to nə deməkdir? niyyəti var, niyyətlidir. Meyillidir. Aha. Nəyəsə meyilli olur. Çox Aha. müxtəlif mikrobların Olmaz. Geniş Olmaz. müxtəlif Yes. mikrobların olmasına, some Yes. parts of body contain relatively Aha. müvafiq olaraq az Az- mikroblardan. Az Yəni mikrob. Bədənin hissələri az mikrobdan ibarətdir. Məncə bu Average səhvdir. individual. Yəni normalda Nəyə bədəndə görə? çox mikrob. Yəni mən Hə, normalda çox olur da mikrob bədəndə. yəni özümüzün düşüncəsinə əsas. Bəzən öz düşüncəmizə də aha ola bilər, amma yenə də baxmalıyıq ha. Tək öz düşüncəmizə güvənə bilmərik. Bəli. Aha. Average individual ortalama şəxslərin microbial cells. O nə deməkdir sözünüzün hüceyrələri özü? insanlardan çoxdur. Yes. Mikrob hüceyrələri insanlardan çoxdur. bəli. Hüceyrə, aha. Yes. Microbial cells bunlar insanlardan çoxdur. Bu da yəqin yox, bu uje düz ola bilər bəlkə də. Baxacağıq. Scientists have limited understanding of how microbial cells behave. Limitli başa düşürlər. Yəni tam başa düşmürlər ki, bu mikrobları, davranışları, yəni necə hərəkət etdikləri olsun və yaxud da ümumi mikroblar haqqında tam başa düşə bilmirlər. Limitlidir başa düşmələri. Gəlin baxaq ikinci paragrafa. Nə Given istəyirsiniz? idi məncə o limitli olmağı. Okay, Baxaq. nə istəyir second paragrafda? Second paragrafı sürətlə oxuyuruq. Kim oxur? Elə baxın. Every species has Hə. its own colony of microbes called the microbiome. Mhm. Sürətlə oxuyuruq ki, these microbes vary not only between species but also between individuals. Təkcə yəni növlərdə deyil, həm də insanlarda da var. Within different parts of each individual. Okay? Bizə nə lazımdır? Bu təsirlənib. General information lazım Və deyil. burada yazıb da deyir ki, o human celllərdə 30 trilyon, microbial ones'larda isə 39 trilyon. Mən onun əsasən C yazmışdım. Yes, Mən what də is onu amazing də əsasən deyir özdə. What's amazing deyir. Yəni impressed olunur, bəli. Yes, C variantı. Okay, 16-da nə istəyir? 5-ci paragrafda nə deyib? Bəli. Deməli 3-4-cü paragraflarda başqa şeydən danışır, başqa sualın cavabıdır. 5-ci paragraf budur. Nə istəyir 5-ci paragrafda? Explaining how discovery was made. İzah edir ki, bu necə Kəşf necə olub? Bəli. mən orada yazmışdım compare scientist theories about micro. Çünki Mən neçə də elə dənə yazmışdım. scientistlərin adı var. Bəli. Aha. Describing confusing among nəsə bir çaşqınlıq var ki, alimlər arasında onu describe eləyir ya da detal verir ki, necə xəstəliklərə səbəb olur. Gəlin baxaq buna. Amma Ümumiyyətlə burada deyəsən the first man to see this, yəni ilk dəfədən danışdığı üçün A variantı olmalıymış. Deyəsən. siz dediniz B yazmısınız da. For most of human Bəli. history we had no idea. First one to see this culture. Leeuwenhoek'dan danışırıq. Use Microsoft. Yes, əslində A olar da, çünki kəşfindən danışır da, 270 dəfə böyüdü falan. Burada nəyi müqayisə eləyir ki? Bunu deyirsiniz Louis Pasteur'la. Yəni mən düşündüm ki, 3 Müqayisə dənə burada alim adı var. Onların teorilərini danışır da, ona görə. baxın, Deyəsən iki danışmaq dənə. desə, explaining desə, describing desə düz götürərik, düz deyirsiniz. Sciences ve theories about microbes. Amma burada comparing yazılıb. Comparing bilirsiniz nə halda ola bilər? Məsəl üçün, Leeuwenhoek falan şey deyir. However, although məsələn Louis Pasteur falan şey deyir və yaxud da while-la veririk ki, while Leeuwenhoek falan şeyləri deyir. Amma Louis Pasteur falan şey deyir. Bu olsa comparingdir. Biz aqressiya strukturundan. Amma burada elə bir şey yoxdur. Bu sadəcə information verilir. Əgər information verilirsə, orada comparing ola bilməz. Burada nəsə describing confusion among sciences. Burada nəsə varmı baxım? Confusion. Cross, disease sözü var yuxarıda disease. Amma detal vermir axı. Disease yəni necə göstərir ki, bəzi mikroblar baxın, xəstəliyə səbəb olur, düzdür? Amma burada nə deyir? Giving details of how microbes cause this. Detal veribmi necə səbəb olur? Yoxdur. Cavab olar yes, A variantı. Gəlin buna baxaq. Young
Young's Mənə Book. rahat gəlmişdi. Young's Book budur da, yəqin bu hissədir. Yoxsa yuxarıda da var. Yox, bir yerdə də var idi, səhv Var eləmirəmsə, idi. amma mən elə o Bir ilk gördüyümdə yazmışdım. Bu Young burada da görürəm. Mən burada 19-la 20 yerini çaşıb fərqli yazmışdım. Güya əmin olaraq da yazmışdım, amma gördüm fərqli çıxdı. Gəlin sözlərin birinci tərcüməsi amma bu çalışma əslində part 3-də olur daha çox, amma burada da çıxır qarşımıza. İlk dəfə də işləyirik bunu sizlə. Birinci sözlərin tərcüməsini bilməliyik, sonra onlar əvəzlənir. Solution nədir? Həll. Hə. Yes, Remedy. həll, yes. Partnership bilirsiniz. Destruction, Dağılıb Destruction. tökülmə, yes. Exaggeration, şişirdilmə, bilmə. Cleanliness, Təmizlik. Detergent var deyəsən, yoxsa hygienik nəsə belə bir şey. regulations, yeah. qayda qanunlar, Qaydalar. Yes. Illness, Xəstəlik. xəstəlik, nutrition, qida, Qidalanma. qidalanma, yeah. Qidalanma. İndi bizdə nə istəyir? Young's Book argues that we should be more tolerant of microbes. Many have a beneficial effect and only a relatively small number lead to. Deməli, bəzilərinin faydalı effekti var. Burada Young'ın adını gördüm, amma kitabı sözün görmürəm. Young da aşağıdadır, baxın, Young's Book. Bu De onu. microbial Bəli. tolerance ha verilib düzdür. Mhm. Fever 100 bacteria spring disease. Bring disease. Spring Disease. disease xəstəlik gətirirlər. Xəstəlik Bu yəni da lead Deməli, to illness. illness yazmışdım. ya. Okay. Sonra nə istəyir bizdən? Friendly. Friendly tapmışdım orada deyəsən birinci. Deyə burada. Hə. Friendly. In Mən fact, bu we should accept that our relationship with microbes is one based on. Biz Destructive. Based on nəyə əsaslanır? Aha. Instead Onu we səhv should yazmışam. have symbiotic relationship, official or mutual destructive. Mhm, Destruction. Ha. Dedi. Yox. Biz Ə, nə- Mən elə yazmışam, amma səhv olub məndə, yəni. Aha. Bizdə deyir ki relationship düzdür burada relationship with microbe is one based on. Is a friends or foes bəlkə buna görə relationshipdir. Williams or heroes. Beneficial or Yox, mutual. cavab orada Hadi relationship. burada var da elə. Nə var? Symbiotic Yəqin. relationship, partnership ola bilər. Çünki deyir ki yes, ya bizimki faydalıdır ya da ki şeydir, mənfidir. Bu partnershipə aiddir. Yəni bizlə necə deyim, partnership yəni partner də, Azərbaycanca partner nə deyir? Cütlük kimi də. Yəni bu cüt formada gəlir də, həm faydası olur, həm ziyanı. İkisi bir yerdə. Buna əsaslanır. Və bu cümlədə baxın, in reality says Young, bacteria should not be viewed as either friends or foes. Foe nə demək? Düşman. Deyir ki, nə? Biz onu ya görmürük dost kimi, ya da düşmən kimi görmürük. Ya villains kimi görmürük, ya da hero kimi görmürük, qəhrəman kimi görmürük. Villaindakı o gəlib zəbt eləyirləri düşmən kimidir o da. Yəni heç birini görmürük. Amma biz nə etməliyik? Onları görməliyik də bir partnership kimi görməliyik onları. Instead we should realize we have a symbolic relationship. Simbolik daha doğrusu. That can be mutually beneficial or mutually destructive. Partnership. Çünki baxın, friendly, enemy, hamısı verilib də burada. Sadəcə bu relationship sizi çaşdıran sizə bilirsiniz nədir? Burada da relationship verilib. Yəqin ona görə düşünmüsünüz ki, iki dənə relationship bir yerdə işlənməz. Amma bu relationship daha çox, yəni bilirsiniz də münasibətlərdə relationship istifadə olunur da bu söz. O münasibət Mən amma A yazmış. Nəyə əsasən yazmış? Destruction yazma ola bilərdi. Məsələn, çaşıb destruction deyə bilərdik də. Amma bir şərtlə destruction yazardıq ki, orada gərək müsbətin də yazsın. Müsbətin verib or yazıb nöqtələr qoysaydı, biz orada destruction yaza bilərdik. Çünki bu sualda mətnin içində müsbət verilib, sonra or yazıb mənfisi verilib. Düzdür? Burada elə bir şey yoxdur axı. Mən mutually beneficial sözünə əsasən deyərsəm solution yazmışdım. Biraz yadımdan çıxıb yazdım. Beneficial sözü. Partnership daha uyğun olur. Siz də başa düşdünüzmü indi partnership niyə uyğundur? Mən. Bu tip ümumiyyətlə test part 3-də verilir, daha çox çaşdırıcı olur. Çətin olur. Mən. Aha, Hələ bu biraz daha asandı deyə elələr var vəbşsə. çox az çətinləri var, düzdür. İnşallah imtahanda sizə bu tip düşməz. Gəlin bura baxaq.
Amongst other things, they aid digestion daha doğrusu, remove poisons, produce vitamins, and may even have reduced obesity. Okay. Burada bizim üçün sinonim nə ola bilər? There's a A və poor. Deməli, poordursa zəifdir. Nəyimizsə zəifdir. Deyə baxın, A və obsession with hygiene var. O cümlədir. Altdan. Yox, bir dəqiqə baxım. Mən o Or hygiene görməmişdim. and Şey our görmüşdüm. unhealthy, low fiber diets. Hə, Yəni mən aşağı- onu düşünüb nutrition yazmışdım deyəsən. Bir dənə baxım yenə də görüm. Yox, mən elə Bu cümlə Unhealthy burada var. var, doğru. Bu cümlə burada var. There is a growing problem. Bəli, But onu we are deyirəm. facing. Bundan sonra our Amma obsession with şərtdir. hygiene. Bəli. Bunu Aha. deyirəm. Yes, hygiene O olardı. febrə diet yazmış. Diet əsasən şey yazmışdım. Nutrition. Nə əlaqə yəni? Düzgün Burada qidalanma yoxdur falan düşünüb. yes, burada Hə də, hygiene. elədir də, elə onsuz da yerlərini burada birinci axırdakını veriblər, sonra qabaqdakı. Ona görə mən çaşdırmışam. Poor sözünə low fiber uyğun olduğu üçün nutrition olmalıdır. Focus onda çoxlu olduğu üçün hygiene getməlidir. Mən amma tərsini Düz yazmışam. Bildim. Mən yerlərini elə tərs bildim, eləmişəm. səhv yazmışam. O diqqətli olmaq lazımdır. Obsession, excessive focus. Excessive yəni həddindən artıq çox. Həddindən artıq çox nəyisə fokuslanırsa o obsession olur da artıq. Asılılıq. Bəli, ona diqqət yaranır. eləməmişəm. Yəni ardıcıllığa uyğun getmişəm, amma ardıcıllıq burada özləri tərsinə Burada verir. özləri tərs veriblər. Yes. Bəli. Hygiene olur Hygiene, iyi. cleanliness, 20-yə iyi olur. 19-da da nutrition. age. Age. Gecə indi true olsa, hansı ki bunu səhv eləmişsiniz. Yəni Gəlin biraz qarışıq idi. Hardan nəyi tapım bilmirdim deyə. It's İlk possible. ikisini düz yazmışam. No, onu bilirsiniz, hansı hissəni işləməmişiksə oradan çıxmalıdır cavablar. Bir dənə məndə burada 22 isə. 22. Bu yerini tapmaq deyir sizə, Nərmin xanım. Nəyi işləməmişiksə, buranı işləmədik də. Buranı da işləməmişik. O ikisindən bütün bunların cavabı çıxacaq yəni. Yuxarıda bir Bir də dənə də 3-dən Yuxarı 4 nəyi qalmış. işləməmişik? Yes, bunu da işləməmişik. Hmm. 3-də işləməmişik. Yes, 4-ü də işləməmişik. Bunlardan gəlib çıxa bilər cavab. It's possible that using antibacterial products in the home fails to have a desired effect. Deməli, bu antibakterial məhsulları evdə istifadəsi fails. İstənilən effekti vermir. Baxaq, harda yazılıb bu? Məsələn, biz 3 işləməmişik. 3-də varmı bu haqda bir şey? 3-cü paragrafda. No, ev sözünü görmürəm. Burada nəsə ev, şeylər olmalı idi. Avadanlıqlar zət. Hamısını saraltmışıq deyə gözüm qaraldı. Deyir buradır. Deyə İşte, burada deterjan olan, aha, burada. Aha, burada indi baxın. Nərmin xanım, siz səhv yazmısınız da bunu. Bizə deyir ki, uğursuzluqla nəticələnib. Yəni alınmayıb da istifadəsi. Və burada verilir. Düz yazmışam, amma nəyə Baxın, excessive use of household detergents and antibacterial products actually destroys the microbes that normally keep the more dangerous germs at bay. Məhv edir, düzdür? Studies show that keeping a dog as a pet gives children early exposure at a diverse range of bacteria, which may help protect them against allergies later. Hansı ki, itin saxlanılması uşaq qabaqcılığın allergiya probleminin qarşısını alır. Onda home fails. Mən bu haqda məlumat görmədim axı, bəlkə bu aşağılardadır. Young pension become clear. Yes, appealing var ya orada. Bəlkə odur. Yox, elə o idi məncə. O idi o cümləyə görə. Upside down. Mən onu yazdım da demirəm, axırdan axır atdım, düz tutub, amma yenə də başa düşmüşəm. Destroys the microbes normally give the Əslində which may help protect them against allergies later. Bu əksinə demək deyil ki, bəs allergiya qarşı. No, o deyil, bu cümlədir. Bizim cavabımız bu cümlədən gəlməlidir. Bu deyil. It's possible that using antibacterial. Bəli. Bizə deyir ki, çoxlu araşdırmalar aparılıb ki, hansı ki, bu deterjanlardan daha çox istifadə ilə bağlıdır evdə. Və antibakterial produktlar həmçinin mikrobları məhv eləyə bilər. Normaldan daha normal şəkildə də, amma
Baxın, more dangerous germs at by. Amma yenə də çoxlu daha çox təhlükəli germ mikroblardan bir növ. Onlar qala bilər. Onlar qalırsa, deməli təmiz təmizləməyib də bu. Hmm. Çünki müqayisə verilib. Keep the more saxlayır nə? Daha çox təhlükəli germs. Deməli, əgər bundan istifadə edirəmsə, bu elə bil ki, bu deterjandan istifadə edirəm, amma yenə də mənim təhlükəli orada mikroblar qalırsa o istifadə harda Var, bəli. yes, Niyyətlə. divanda falan istifadə eləmişik məsələn, amma yenə mikrob qalırsa, deməli tam təmizləməyib də. Fail olur. Siz nə Mən, yazmışsınız? mən Aha, Nərmin xanım düz yazmışdı, amma tam başa düşməmişdi. Başa düşdünüzmü Nərmin xanım? Bəli. Müqayisə veriblər. Müqayisə olan yerlər daha çox biraz bizim başımıza qarışdırır. Sanki müqayisənin bunun müsbətinə verilmiş kimi görünür, amma bu mənfisinə verilib. 22-yə baxaq. Nə yazardıq 22? It's a good idea to ensure that children aha, yaxşı ideyadır ki, kontakt olsun. Uşaqlar deyir, bu nə demək? Yaxşı ideyadır, zəmanət verilir, yəni. it's a good idea to ensure əmin olmaq üçün yaxşı bir fikirdir ki, uşaqlar daha az bakteri, mümkün olduğu qədər az bakteriya ilə kontaktda olmalıdırlar. Amma burada deyir ki, other studies show that keeping a dog as a pet gives children early exposure to diverse range of bacteria which may help protect them against allergies later. Yəni bakteriya ilə üz-üzə qalmalıdırlar bunlar. Amma few nə idi? Lap az da yox mənasında. Ha, bunlar məsələn deyir ki, it saxlanmalıdır ki, bakteriyanın üz-üzə qalsınlar. Bu onlar onda inkar edirik də biz. No olar, yəqin ki. Yes, no. Heç danışmasaydılar bu haqda not given verəcəkdim. Few versəydilər yes verəcəkdim. Görsüz çaşdırılan hissəni. Just few verilib deyə no'dur. Okay, 23. Yonğun kitabında çoxlu səbəblərdən ibarətdir, vacib şeylərdən daha çox. Müqayisə var ya burada. Aha. Not given. Yenə baxaq. Müqayisədirsə. Among the Mən- less mən falan not var given. orada. Yoxdur, not given. Not given-də. Among less appealing daha azdır deyiriksə. Case Burada da bizə study-ləri. nə deyir? Amma demir axı necessary-dən azdır. Yes, Necessary. söhbət yoxdur. Çaşdırmaq üçün less-i qoyublar ki, görək bəlkə müqayisə olunur. Not given çox hallarda not given götürülür. Aha, 24-ə baxaq. The case study about bacteria that prevents squid from being attacked may have limited appeal. Appeal hissəsi baxın buradır. Limited appeal. Burada da less appealing işarə elədimi? Amma eyni məna. Dəqiqə baxaq. Prevent qarşısını alır squid-dən attacked olmağın. Limitedsə, the less appealing case. Appeal cəlb etmək deyildi. Appeal cəlb etmək, yes. Limited appeal, yəni limitli şəkildə cəlb edir. Less appealing daha az cəlb edir. Eyni şey olur da. Yes, onda. Yes imiş, yes. Efforts, bunu tərcümə eləmədik. Sadəcə limited appeal, less appealing gördük. Efforts to control danger, fever, have been Surprisingly successful. Burada Aslında- successful əsas fikir vermək lazımdır. Bir də Surprisingly özü, think surprising. sözüdür, nədə orada var idi elə. Özü, burada surprisingly'dir. Yəni, Bəli deyək ki, burada dengue fever, a disease. Aşağıda already var ya, already ilə başlayan cümlə. Attempt efforts da yəqin ki. Already. To stop. yes, ki, I see, yeah. Already in attempt to stop mosquitoes. Mosquito bilirik də nədir? Mosquito nədir? Milçək. No, Mosquito, milçək fly idi. Mosquito ağcaqanad. Hə də nəysə, mən onları heç Azərbaycanda fərqini bilmirəm. Yes, ağcaqanad, dengue fever. Feverdakı xəstəlikdir də yəqin, dengue fever. Hə, də fever qızdırma deyil. Yes, amma dengue fever Uşa bilmirəm. bir yerdə. Ya fever yes qızdırma, amma dengue fever o ikisi bir yerdə. Ya xəstəlik, a disease that infects. Yəqin şeydir. Termin kimi də xəstəliyin adıdır. Disease that infects 400 million people a year. Mosquitoes are being loaded bacteria. Hanı burada xüsusi surprising successful. Amma Yoxdur blok ki. dizi yazıb, bəlkə də yoxdur, hə. Yox, sadəcə deyir uğurla nəticələnib. Right. Bunu kontrol eləmək. Hanı Hə. belə bir şey var mı kontrol Not etmək? given. Yes, not given. Və ən axırıncısı
Microbes that reduce the Bu risk. azaldır infeksiyonu. Full of. Ayda bunu tapana qədər çıxmır. De burada Cümlənin tərcüməsini başa düşə bilmirdim ona görə. gəlin baxaq cümlənin tərcüməsinə. Microbes that reduce the risk of infection have already been put inside the walls of some hospital wards. Mikroblar infeksiya riskini azaldırlar. Hansı ki, hardadırlar onlar? Xəstəxanaların bəzi Divarda. olan mikrob, yes. Xəstəxananın divarlarındakı o mikroblar infeksiya riskini azaldır. Hə, yoxsa yox? Yəni təbii ki, məncə yox olar. Yəni mikrob necə infeksiya azalda bilər ki? Çoxaltmazmı normalda? Amma yeni mətnə baxmalıyıq. Varmı Fayda. burada bir məlumat? Aha, baxın. Deyir ki, in the future, our ability to manipulate Gələcəkdə. food, yes. Ola bilər. But just imagine a neonatal hospital ward coated in a special mixed cocktail of a microbes so that the babies get the best start in the life. Gələcəkdə ola bilər demə, yəqin ki, nə olar da. Hala, çünki burada already verilib. Yes, already verilib. Burada isə gələcəkdən danışırıq. Mən çoxdan yazmışam deyə biraz yadımdan çıxıb amma belə yazmışdım. 2 part 3 kimi görünür ha burada. Part 3-ə baxaq. Yəqin part 3 asan veriblər. Görürsüz, bu part 3-ün suallarıdır. Burada da belədir. Part 3-ün quruluşudur. Əslində biz bunu keçməmişdik 2 hələ. dənə belə tapşırıq düşədə imtahanda idi. Allah uzaq eləsin, inşallah düşməz. Amma bu part 3-ündür. Yəni part 2 belə değildi də. Əvvəl işlədiklərimizdir. İnanmıram düşsün ikisi də belə. Dekabrda imtahan versəz düşərdi, amma indi yox. Dekabrda çünki demək olar ən çətindən salırlar. Gəlin baxaq, düzmü yazdıq? Yes, düz yazdıq. Deməli siz evə götürərsiniz, bu gün neçənci gündür?